Sizinlə maraqlı bir fikir bölüşmək istəyirəm. Düşünürəm ki, bu sizə çox faydalı olar. Baxın, əslində biz müəyyən bir hadisələrə görə bəzən keçmişə qayıdırıq və ona görə narahat olmağa başlayırıq. Amma əgər biz başa düşsək ki, məsələn, keçmişdə mən A nöqtəsində idim və bu vəziyyətdə olaraq mən müəyyən bir qərarlar vermişəm. İndi isə mənim müəyyən bir aldığım təcrübələr və yaşadığım hadisələr əsasında məndə yeni təcrübələr formalaşıb və mən indi B nöqtəsindəyəm. Ona görə də çox normaldır ki, mən B nöqtəsində A nöqtəsinə baxanda özümdə bir mənfilər görməyə başlayıram. Amma əgər mən qəbullansam ki, keçmişdə verdiyim qərar əslində burada təcrübəmə əsasən ən doğru qərar idi, amma indiki vəziyyətimdə mən tamamilə başqa qərar verərdim. Ona görə də hər keçmişə qayıtmaq istədiyinizdə bunu yadınıza salın və düşünün ki, mənim indiki təcrübəmdə mən daha da fərqli addım atardım və bu etdiyim qərar, verdiyim qərar sahəsində isə əslində mən burada daha da güclü oluram və daha da doğru qərarlar verməyə yönümlü oluram.